Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər və dəyərli dostlar. Bugün biz Şahnaz xanımın evindəyik. Xatırlatmaq üçün bildirirəm ki, noyabr ayının 28-i 2025-ci tarixində həmin bu evdə yanğın hadisəsi baş vermişdi. Yanğın hadisəsi zamanı evin dam örtüyü və bir otaq tamamilə əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Bu hadisədən sonra insanlar, xeyirxah, mərhəmətli insanlar dərhal qərar verdilər ki, Şahnaz xanıma dəstək olsunlar, kömək olsunlar. Biz də Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatı olaraq bu məsələyə biganə qala bilməzdik. Biz də qərar verdik ki, həmin bu yardım kampaniyalarına qoşulaq, biz də əlimizdən gələn öz köməkliyimizi göstərə bilək. Və yardım kampaniyasına qoşulduq, biz də əlimizdən gələn qədər öz köməkliyimizi göstərdik. Artıq bugün Şahnaz xanım bizi dəvət edib ki, həmin bu evdə yenidən çəkiliş eləyək və Şahnaz xanım da deməli, kömək eləyən insanlara, mərhəmətli insanlara öz təşəkkürünü bildirmək istəyir. İlk öncə biz öz təşəkkürümüzü bildiririk. İnşallah indi evdə də çəkiliş edəcəyik. Evdə də gedən işləri, yəni görülən işləri göstərəcəyik. Mən bütün o mərhəmətli, xeyirxah insanlara öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Həqiqətən nə qədər ki, belə insanlar, mərhəmətli, xeyirxah insanlar var, insanlıq da yaşayacaq və demək olar ki, biz kiminsə köməyə ehtiyacı varsa o insanlara köməksiz qoymayacaq. Həmişə də çalışacağıq ki, həmin insanların yanında olaq. İndi sözü verək Şahnaz xanıma. Şahnaz xanım da öz sözlərini desin, təşəkkürünü bildirsin. Bu Şahnaz xanıma da çək. Salam əvvəla, xoş gəlmişsiniz, hər vaxtınız xeyir olsun. İlkin qardaşımızın qeyd edildiyi kimi evdə yanğın hadisəsi oldu. Çox sağ olun, həqiqətən dəyərli insanlar, öz köməyi, öz dəstəyi, dəyərli qardaşlarımız, bacılarımız köməkliydədir. Onların köməyi nəticəsində bu evi bərpa elədik. Çox sağ olun. Allah hər birindən, hər kəsdən sözün əsl mənasında həqiqətən dəyərli oğlanlarımızın, qızlarımızın sayəsində bu evi bərpa elədik. İlkin qardaşıma da xüsusi təşəkkürümü, iş yoldaşımızdan əlavə xüsusi təşəkkürümü, yəni onun ətrafında olan qardaşlarımız, sizlər dəstək oldunuz. Ucar Qaz İdarəsinin rəhbəri və olan bütün hər bir işçiləri, bütün vəzifəsindən, işindən asılı olan bütün işçilərimizə öz təşəkkürümü bildirirəm, öz çox sağlığımı bildirirəm. Yəni, İtiraf edeyim ki, mən tək öz sayəmdə bu evi bu vəziyyətə gətirə bilməzdim. Hər birinizə öz təşəkkürümü bildirirəm, hər birinizə can sağlığı arzu edirəm. Allah hər birinizdən, hər kəsdən dəstək olan, hər kəsdən Allah razı olsun. Allah razı olsun. Və onu da qeyd edeyim ki, bu günə qədər 3 aya yaxındır. Mən xüsusi təşəkkürlərimin biri də mənə həm maddi, həm mənəvi dəstək olan Zavadovlar ailəsi var, Zavadovlar qardaşlar var. Nə bilim, çoxdur. Allah canları sağ olasın. Qonşularım var, yaxşı qardaşlar var. Hətta burada qonşuyuq. Çox sağ olun, Nurlan qardaşımızı, Orxan qardaşımızı. Çox sağ olun. Allah hər birinizdən, hər kəsdən razı olsun. Çox sağ olun. Amin inşallah. Amin. Allah hamısının canını sağ eləsin. O gün olsun, Şahnaz xanım əskər anasıdır. Bir övladı var. Hal-hazırda da övladı əskəriyyətdədir. Allah qismət eləsin inşallah. Ceyhun qardaşımızın, Şahnaz xanımın oğluyum, toyunda iştirak edir. İnşallah. Çox sağ olun. Allah çox sağ olun. Allah razı olsun. Ömür versin hər kəsə, hər birinizə. Allah nəsib eləsin. Amin inşallah. Sağ olun. Çox sağ olun. Saxla.